Maşınlarımızı qoymurlar saxlamağa burada. Müdiriyyətlə biz əlaqə saxlaya bilərik yoxsa? Bizə olmaz gəlmək. Nərimanov rayonu Azadlıq prospekti 114 ünvanında çoxmərtəbəli binanın birinci mərtəbəsinə deyilənə görə obyekt olacaq. Bina sakinləri isə obyektin qarşısında quraşdırılan əlavədən şikayətçidirlər və bildirirlər ki, sabah bu ərazidə stol-stul qoyulacaq, müştərilər oturacaq və bu da bizim rahatlığımızı pozacaq. Maşınlarımızı qoymurlar saxlamağa burada. Özləri saxlayırlar amma. Özdə harda torpaqlıq, harda ki gərək yaşıllıq olsun, yaşıllığın üstündə maşın saxlayırlar. Kletkalar eləmişdilər indi. O Hicran xanım təzyiq göstərdi, söktürdü. Amma hələ ki yığışdırmaq istəmirlər. Kabellər qalıb elə-belə içində. Siz burada nə işi baxırsınız? Su podratçıyam, elektrik işlərini gözləyik belə. Restoran deyil əslində, kofe shopdur. Qaldı ki, qanunsuz bir iş kim cürət edib çöldə qanunsuz bir iş görə bilər. Hər şey qanuna uyğun görülür əslində. Ancaq şikayət olduğu üçün dayandırmışıq. Vətəndaş deyir ki, binanın qarşısı zəbt olunur, sabah burada bir obyektin əlavəsi olacaq, oturacaqlar, səs-küy salacaqlar. Vətəndaşın şikayəti budur. Kofe içmək üçün bəli, burada planlaşdırılmışdı, 4 stol burada, 4 stol orada planlaşdırılmışdı. Belə ki, dayandıq məlum səbəblərə görə. Dayanıb o deməkdir, bir dəfə mi dayanıb, yoxsa necə? Onun müdiriyyət bilər, yəni biz ona qərar verə bilmərik. Müdiriyyətlə biz əlaqə saxlaya bilərik, yoxsa? Mən saxlayaram. Siz zəng elədiniz, danışdınız. Telefonu götürmədilər. Eləmi? Verin biz əlaqə saxlayaq, olarmı? Yoxsa? Mən öz başına nömrə verə bilərəm. Bayaq çıxdınız qarşımıza, dediniz mənlə buranın danışacaq adamı. Sonra dediniz ki, o müdiriyyət. Deməli, baxın, sualınız varsa cavablandıra bilərəm dedim. Rəhbərlik olaraq mənə xahiş edilər ki, nə sual varsa cavablandırın. Sözgedən obyektdən bildirildi ki, əslində bu hissənin o binanın həyəti ilə heç bir əlaqəsi yoxdur. Bu ərazi binanın önündə yol kənarına aid sahədir. Burada fəaliyyət göstərəcək obyekt isə sadə bir kofe məkanıdır. Hansısa bir gecə klubu və ya restoran deyil. Yay aylarında terras hissədə mövsümü xidmət göstərilməsi qanuna müvafiq olaraq icazə veriləndir. Bu hissədə bir neçə mövsümü masalar yerləşdirilməsi planlaşdırılır. Bura əvvəl zibil içində olan baxımsız palçıq sahə olub. Ərazi təmizlənib, abadlaşdırılıb, qanuni olaraq mövsümü xidmət göstərilməsi nəzərdə tutulub. Əlavə qurğu və tikili də nəzərə alınmayıb. Mövsümün fəaliyyət göstərilməsi planlanıb. Qonşuların narahatlığına heç bir səbəb yoxdur.